Eşitmişəm ki, Ramazan Allahın adlarından biri sayılır. Bu doğrudurmu? Doğrudursa niyə? Bəli, Ramazan adı Allah Taala'nın adlarından biridir. Biz bilirik ki, Allah Taala'nın adları çoxdur. Məsələn, Allah Taala Rəhman Allah Taala'nın adıdır, Rəhim Allah Taala'nın adıdır. Bir adı da Ramazan ayıdır. Hədisdə də var İmam Baqir əleyhissalamdan. Ya İmam buyurur ki, Ramazan sözünü deyəndə heç vaxtı Ramazan deməyin. Kənarında Ramazan ayı, məsələn, və ayı kəlməsini ora əlavə eləyin və yaxud mübarək sözün ora əlavə eləyin. Deyin ki, mübarək Ramazan ayı və yaxud deyin müqəddəs Ramazan ayı. Həzrət buyurur ki, niyə görə? Çünki Ramazan Allah Taala'nın adıdır. Bəli. Allah Taala'nın adını çəkəndə hörmətsizlik olar ki, tək boş insan məsələn adı çəksin. Kənarında bir kəlmə əlavə eləmək yaxşı. Məsələn, Ramazan gəldi, Ramazan getdi, belə deyə bilmərik. Yaxşı Ramazan deyil. ayı gəldi, Ramazan ayı getdi. Niyə görəndə əgər Allahın adıdırsa, mənası necə olur? Yəni o Ramazan sözünün mənası o günahları yuyub aparmaq, yandırıb aparmaqdır. Əsl lüğəvi mənası odur. Allah Taala Ramazandır.